Assalamu aleykum şeyx. Və aleykum salam və rəhmətullahi və bərəkatuhu. Bəziləri dini məsələləri, həmçinin sələfiliyi başa düşməyib, aydınlaşdırmaq üçün isə qaranlıq qalan sualları siyasətçilərə, incəsənət adamlarına və s. yönləndirirlər. Cəmaət da onların savadsız, dəlilsiz açıqlamaları ilə dinə münasibət bildirir. Bunun nə kimi ziyanları ola bilər? Bilirsiniz, hər bir işin öz sənətkarı olmalıdır. Öz adamı var, hər bir işin. Ona müraciət eləmək lazımdır. Məsələn, kimsə siyasətdən başı çıxır, o siyasətdən danışsın. Kimsə dindən başı çıxır, dindən danışsın və dini də o hələ adamlardan geri soruşasan. Çünki görürsünüz, nə ki dindən, ümumiyyətlə hər bir elmdən, kim ki o elmdən məlumatı yoxdur, sadəcə səthi ümumidirsə, o düzgün qiymət verə bilməyəcək. Və təbii ki, insanlar da qulaq asır, başlayacaqlar bu belə deməyə, bu belə deməyə və cəmiyyətdə çaşqınlıq düşür. Düzgün qiymət verilmir. Amma dini məsələləri toxunanda gərək ehtiyatlı olmaq lazımdır və diqqətli olmaq lazımdır ki, yalan olmasın, təhrif olmasın. Necə var o cür. Yəni görürsən ki, düzgün qiymət verilmir bəzi məsələlərə. Məsələn, hamısını qatırlar, qarışdırırlar aləmi bir-birinə. Məsələn, hansısa sifətlər, hansısa əməllər kimdəsə varsa, hansısa firqədə varsa, onu yozurlar başqalarına və s. Ona görə bu ancaq cəmiyyətdə çaşqınlığı gətirib çıxardır. Əlbəttə, dini gərək dinlərdən soruşsan, dini məsələləri gərək dinlərdən soruşasan. Məsələn, dişə aid olan məsələləri diş həkimi var, cərrah var, hər bir adamın, hər bir elmin öz sahəsi var, öz istiqaməti var. Mütəxəssislər danışmalıdır hər bir işdə. Bəli. Həmçinin onlar qeyd edirlər ki, nə ki gizlidir, deməli onda müəmmalı nəsə var. Və iddia edirlər ki, sələfilik də gizli yayılır. Bilirsiniz, bu görsənir ki, ya savadsız da adam, ya xəbəri yoxdur, ya qəsdən təqdim edir, ya kimlərisə qarışdırıb. Ümumiyyətlə sələfilər belə baxanda, başqalarıyla müqayisə eləyəndə ən aydın yoldur. Ən aydın, nəsə gizli bir şey yoxdur. Nə var? Deyirik. Nə yoxdur, deyirik. Yoxdur. Əksinə, sadəcə onlar ola bilsin, kimlərləsə qarışdırırlar. O da olan problemidir. Və cəmiyyətə görürsünüz ki, səhv məlumat çatdırırlar. Və ümumiyyətlə, sələfilik öz əqidələrində, öz mənhəclərində aydın olduqlarına görə hamısından seçilir. Hamısından seçilir. Bəli.